Başlayaq mı? Onda bu kadrlara baxaq. Hal-hazırda Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Cənab Rafi müəllimin göstərişi ilə qar yağmışdı. Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. İcra başçısı Cənab Rafiq müəllimin göstərişi ilə qar yağmışdır. Bu dil dolaşmaq deyil, bu artıq peşədir. Hansı peşə? Dahi Karl Marx öz məşhur Kapital əsərini belə başlayırdı. Avropada bir kabus dolaşmaqdadır. Kommunizm kabusu. O kommunizm kabusu illər ötdü, Azərbaycan cəmiyyətində yerini yaltaqlıqla əvəzlədi. Bugün cəmiyyətimizdə təhlükəli bir kabus dolaşmaqdadır. Yaltaqlıq kabusu. Ötən il imkanlı, oliqarx bir məmur təqaüdə göndəriləndə deyir ki, bundan sonraki həyatımın qalan hissəsi cənab prezidentimə və xalqıma qurban olsun. A kişi, sənin 70 ildə yaşadığın korrupsioner həyatın, rüşvətə bulaşmış, yaltaqcasına, qorxaqcasına yaşanılan ömrünün qalan hissəsi bizim ölkə başçımızın nəyinə lazımdır? Bax, bu xalqın nəyinə lazımdır? Yaxşı adamsansa, basıb yediyin xalqın pullarını, villalarını, maşınlarını qurban et də dövlət büdcəsinə, əgər həqiqətən də sevirsənsə. Yaltaq adam qorxaq olar. Qorxağın da itirəcəyi çox şey olur. Qorxur ki, gedəndən sonra yoxlamalarda hər şeyin üstü açılacaq. Necə ki, DTX kabusu bir çox icra başçılarının dərilərinə saman təpdi. Yaltaq adamı prezident də sevmir, xalq da sevmir. Bunlar elə bilir ki, bas, dağıt, ye, amma cənab prezidentimə qurban olum de, hər şey sığortalanacaq. Elə deyil, Yaltaqlıqla vəzifə verilsəydi, onda gərək Azərbaycanın gəlmiş, keçmiş ən böyük yaltağı Ata Abdullayev hal-hazırda həbsxanada yox, nazir kreslosunda əyləşərdi. Ölkə başçını sevmək, onun etimadını doğrultmaqdır. Səni etimad edib yüksək kresloya əyləşdiribsə, yaxşı işinlə, əməlinlə, xalqa sevginlə onun ümidlərini doğrultmalısan. Prezident dəfələrlə çıxışında qeyd edib ki, məmur özbaşınalıqları barədə məni məlumatlandırın. Bir nəğmə müəlliməsi də imtahandan keçə bilmədiyinə görə prezidentin bu sözlərini cəsarət adlı çıxış adlandıraraq gəlib prezident aparatı qarşısında icazəsiz piket keçirib, asayişi pozub və asayiş keşikçilərini təhqir edir. Prezident cəsarət adlı çıxışında səni demir ki, get asayişi poz. Cənab prezident adını niyə hallandırırsan orada? Bir lətifə yadıma düşdü. Dovşan meşələr şahı Şirin yanına gəlib ağlayır ki, ey şah, bu meşədə acizliyimdən istifadə edib hamı məni aşağılayır, nəslimi parçalayıb yeyir. Şirin dovşana yazığı gəlir. Meşədəki bütün heyvanları yığıb iclas keçirir və deyir, bundan sonra dovşana kim artıq söz desə, qarşısında mən şiri görəcək. Ertəsi gün dovşan qabağına çıxan canavara bir şapalaq ilişdirir, nə bilim, pələngə bir təpik vurur, qorxudan heç kəs də səsini çıxartmır. Həmin ərəfədə ayı başqa meşədə olduğu üçün şirin əmrindən xəbərsiz öz meşəsinə qaydanda dovşanla rastlaşır. Dovşan lomba ilə ayının üzünə tüpürəndə ayı dovşanın qulaqlarından tutub başı üstündə bir 5-6 dövrə fırladıb 2 kilometr uzaqlığa nə tər tolazlayırsa, dovşan arxası üstə palıd ağacının haçasına oturur. Oturacağından qan axa-axa ufuldayıb qışqırır. Ayının biri ayı bir dəfə də şirin iclasında iştirak elədə. İndi ay yaltaq-yultaqlar. Bir dəfə də belinizi dikəldib, əməlli işinizlə özünüzə başucalığı gətirin də. Bir dəfə də beliniz şah, evinizə halal çörək aparın da. Nə vaxta qədər belə olacaq?